Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizi Allahın salamıyla salamlayıram. Bir xatırlatma etmək istərdim. Bu xatırlatma nədən ibarətdir? Zilhiccə ayı mübarək bir aydır. Çünki bu ayda həc ibadəti vardır. Həmçinin bu ayda qurbanlar kəsilir, dualar edilir. Həmçinin bu ayda oruc vardır, Arafa günü vardır. Və ümumən 10 gün Zilhiccə ayının ilk 10 günü Qurban bayramına kimi İslam dinində böyük və əzəmətli günlərdən biri, günlər kimi sayılır. Və ona görə bu 10 gündə Zilhiccə ayının birindən 10'una kimi çalış, dualar et, ibadətlər çoxalt, bacardığın qədər sədəqə ver, yaxşı işlər et. Çünki bu 10 gündə edilən əməllərin savabı daha yüksəkdir və daha əzəmətlidir Allah yanında. Həmçinin Zilhiccə ayının ilk 10 günündə bayram günü istisna olmaqla oruc vardır. Onu da unutmayaq. Oruc da ibadət olaraq kim istəsə 1 gün, 2 gün, 3 gün və ya bütün 9 gün oruç tuta bilər. Bayram günü istisna olmaqla bayram günü oruç tutmaq olmaz.